Hər birinizə salam dəyərli izləyicilər. Bugünkü təkrarımızda qəbula düşmüş qraf suallarına baxırıq. Gəlin vaxt itirmədən başlayaq ilk sualımızdan. Bu olmalı deməli 2024-cü ilin qəbuluna düşmüş sualdır. Baxaq. Deyir qrafa əsasən təpələrin nömrələrlə əvəz olunmuşdur. Çəki matrisi tərtib edilib. Qrafın təpələr və nömrələri arasındakı uyğunluğu müəyyən edin. Əla. Qraf burada, bu da nömrələr. Fikir verin, gəlin birinci qrafa nəzər yetirək. 2 tilli təpə var. Aha, bir dənə 2 tilli təpə var. Bir dənə də 2 tilli təpə. Əla, gör nə sadə. Rahatlıqla artıq bunun çəki matrisinə baxıb mən deyə bilərəm ki, 5 sətrində 2 dənə, yəni 5-dən 3-ə və 5-dən 6-ya yol olduğuna görə, 5 təpəsindən 2 dənə til çıxdığına görə rahatlıqla mən deyə bilərəm ki, Y5 təpəsidir. Əla. Sonra baxın, A təpəsindən bir dənə til çıxır. Məndə də bir dənə til çıxan təpə hansıdır? 1-dir. Bunu da belə müəyyən elədim. Sonra davam edək. A təpəsi ilə qonşu olan C təpəsidir. A təpəsi ilə qonşu olan 2-dir, o da C təpəsidir. Bunu da müəyyən elədik. Deməli C təpəsinin 2 dənə qonşusu var. Biri 3 dənə qonşusu var. Biri A təpəsidir, o heç. Yerdə qalır 4-dən 6. Yəni D və B təpələri. İndi 4D-dir yoxsa 6 D-dir. Necə müəyyən eləyəcəm? Deməli, D 4 tillidir. Bunlardan hansı 4 tillidir? 6. Rahatlıqla deyə bilərəm ki, 6 D təpəsidir, 4 də B təpəsidir. Qaldı bir dənə F-də olacaq 3 təpəsi. 3 təpəsi nəsə F3 təpəsi eyni anlayış olacaq. Biz rahatlıqla nəyi müəyyən elədik? Deməli, 1-ə A getdi, 2B təpəsi hara oldu? 2 dənə D yazdım. Bura B yazacaqdım mən 4. 4B C təpəsi də oldu bizim üçün 2, o da C variantı. 1A, 2D, 3C. 1A, 2D, 3C cavabım olacaq D variantı ilk sualımızda. Davam edək, növbəti sualımıza keçək. Yenə qəbula düşmüş 2024-cü ilin qəbulunda istifadə olunmuş sual nümunəsidir. Baxaq. Deyir, təqdim edilmiş qraf üçün qonşuluq matrisi tərtib olunarsa, sıfırların sayı neçə olur? Baxın, birinci, ümumiyyətlə bu sıfırların sayı, birlərin sayı, sıfırların sayı, birlərin sayından nə qədər çoxdur? Bu tip suallarda ilk diqqət eləməli olduğunuz məqam odur ki, qraf adi qrafdır yoxsa diqrafdır? Cari qrafımız adi qraf olduğuna görə, adi qrafın qonşuluq matrisini quran zaman, məsələn, bura A təpəsidirsə, bura B təpəsidirsə, mən həm A sətri ilə B sütununun kəsişməsinə 1 yazıram, həm də B sətri ilə A sütununun kəsişməsinə 1 yazıram. Çünki həm A-dan B-yə, həm də B-dən A-ya yol var. Belə çıxır ki, adi qrafın qonşuluq matrisində hər tilə görə 2 dənə 1 yazmış oldum. Onda mən tilləri saysam, bu mənə verəcək nəylərin, dilləri sayıb 2-yə vursam, tillərin sayı 2 misli mənə verəcək 1-lərin sayı. Və qonşuluq matrisini tərtib eləyəndə də təpələri sətr üzrə və sütun üzrə düzürəm. Bunların kəsmələri də mənə xanaları verir. Təpələrin sayını da bilsəm onda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 dənə təpə varsa, rahatlıqla deyə bilərəm ki, bu matrisdə 20-nin kvadratı qədər, yəni 20 belə, 20 belə 400 dənə xana var. Bu xanaların da müəyyən hissəsi 0-dır, müəyyən hissəsi 1-dir də qonşuluq matrisində. Birlərin sayını da tapa bilərəm də, tilləri sayım 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, sonra 26, 27, 28, 29, bu da bunu bu yanda saymışam. Bu da 30. 30 dənə də til var. Əla. 30 dənə də til var. İndi baxın, fikir verin, bunu burada saymışdım deyə bu tilin bir ucu gəlib çıxır bura. Burada təzədən saymamağa, səhv saymağa diqqət edin də yəni. Deməli 30 dənə til varsa, deməli bunun qonşuluq matrisində, bu qrafın qonşuluq matrisində 30 vurulsun 2 dənə, yəni 60 dənə 1 var. 400 dənədən 60 dənəsi 1-dirsə, qalan 340 dənəsi deməli olacaq 0, cavabım olacaq C variantı, yəni 340. Davam edək. Keçək növbəti sualımıza. Görək burada nədir. Yenə bir qraf sualıdır. Bu da 2025-in qəbulundan olmalıdır. Deyir şəkildə bu şəhərləri birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamətdə hərəkət etmək olar. F şəhərindən keçməklə. F-dən keçməklə. H şəhərindən
keçməmək şərti ilə. H-dan keçməmək deyirsə, mən H yoxmuş kimi davranacam. Yəni H-a gələn, gedən tillər yoxmuş kimi davranacam. A-dan K-ya getməyimi istəyir. Buradan başlayıb bura getməyimi istəyir. İndi baxın, məndə nə mütləqdir? Mütləqdir ki, F şəhərindən keçməliyəm. Məsələn, A-dan B-yə gedib F-ə gedib, A-dan B-yə gedib D-yə gedib F-ə gedə bilərəm. Amma A, B, D-yə gedəndən sonra D-dən G-yə getsəm, artıq mən irəliləmiş olacam. Çünki G-dən artıq dala F-ə qayıtmaq olmur. F-dən keçməmiş önə getmiş olacam. Ona görə bu tili silirəm. Eyni səbəbdən də A-dan Y-yə gedən tildə silirəm. Çünki A-dan Y-yə getsəm, F-dən keçməmiş olacam. Həmçinin ümumiyyətlə C təpəsi də mənə lazım deyil. Çünki C təpəsindən gedən yol F-dən keçmədən gedən yoldur. İndi başladım. A-da bir cür mövcud ola bilirəm. A-ya yazdım 1. A-dan çıxanları yazıram 1. 1 bura, 1 bura. B-yə gələnlər də oldu. B-dən çıxanları yazdım 1. D-yə gələnlər də oldu. D-dən çıxanları yazdım 1. Fikir verdinizsə, bütün hamısı gəldi harda? F-də toplandı. Yəni mən F-dən davam edəcəm. F-dən çıxanları 3, bura 3, bura 3. Y-dən çıxanları 3, bura 3, bura getməyəcək, bura 3. G-dən çıxanları 3, 3, 6, bura 6. I-dan çıxanlara bura 9, bura 9. 9 təzədən fırlandı, bura gəldi 9. 9, 9, 18 oldu biz üçün A-dan K-ya gələn müxtəlif yolların sayı, hansı ki F-dən keçmək, H-dan keçməmək şərti ilə. Ümid edirəm heç bir mexaniki səhv də eləmərik. Yenidən baxmıram artıq. Keçək növbəti sualımıza. Bu da 2025-in ikinci cəhd qəbulunda istifadə edilmiş çox deyərdim ki, sadə tip bir sualdır. Gəlin baxaq görək necə həll edərik. Aha. Şəkil 1-də təsvir olunmuş qrafın qonşuluq matrisindəki birlərin sayı. Adi qrafdır, bax şəkil 1-də. Adi qrafdır. Tillərin sayını sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə til varsa, qonşuluq matrisindəki birlərin sayı bayaq dediyimiz qaydaya əsasən 9 vurulsun 2 olacaq. Yəni 18. Əla. Bu qrafın şəkil 2-dəki kimi qraflara ayrıldıqdan sonra iki qrafın qonşuluq matrisindəki birlərin sayı ümumi sayı y-dir. Əla. İndi fikir verin. Bu qrafdan bu qrafa keçən zaman nə oldu? Tillərin sayı bir vahid əskillikdə 9 til düşdü 8 tilə. 8 dənə tildir. Elə buradan da sahib görə bilərik də. 1, 2, 3, 4, 5, 6, 7, 8. Oldu qrafın qonşuluq matrisindəki birlərin sayı 16 dənə. İndi bizdən x minus y fərqini müəyyən eləyin deyir. Rahatlıqla 18 minus 16 bizi verəcək 2-ni. Cavabım olacaq C variantı 65. Yəni bu sualımızda nömrəsi önəmli deyil. Davam edək. Aha. Yenə qəbulda istifadə olunmuş sual nümunəsidir bu da. Ya 2025-dir, bu da səhv eləmirəmsə. Nədir? Hər bir yolla yalnız oxla göstərilən istiqamətdə hərəkət etmək olar. A şəhərindən M şəhərinə neçə müxtəlif yolla getmək olur? A-dan başladım. 1. A-dan çıxanlara 1. C-yə gələnlər də oldu. C-dən çıxanlara 1. B-yə gələnlər də oldu. B-dən çıxanlara 1. K-ya gələnlər də oldu. K-dan çıxanlara 2. F-ə gələnlər də oldu. F-dən L-dən çıxanlara 3. Gələnlərini sayda elə. Cəmi daha doğrusu. D-yə gələnlər də oldu. D-dən çıxanlara 1. Deməli, F-ə gələnlər də oldu. Neçədir? 5, 6, 7. F-dən çıxanlara 7. N-dən çıxana 3, Y-dən çıxana 1. Gəldi nə? 14, 15. 15 fərqli üsulla, 15 fərqli üsulla. 5 yaza bilmədim. 15. 15 fərqli üsulla A şəhərindən M şəhərinə gələ bildim. Cavabım olacaq C variantı bu sualımız üçün. Belə, qəbula düşmüş qraf sualları. Növbəti təkrarımız hansı mövzudan olsun, hansı tip suallardan olsun, istəklərinizi yorumda bildirməyi mütləq şəkildə unutmayın. Sağ olun, salamat qalın. Növbəti videoda görüşərik.